Hər kəs salam, sizinlə mən Kamil və bugün biz HTML-də mətn üzərində işləməyi öyrənəcəyik. Nümunə üçün bizə bir mətn lazımdır ki, biz onun üzərində işləyək. Misal üçün lorem ipsum ola bilər. Lorem ipsum sadəcə bir söz yığınıdır ki, hansı ki heç bir dildə yoxdur və heç bir anlam daşımır. Buna görə də yəni mən sadəcə o nümunə kimi bunu götürmüşəm. Siz istəsəniz özünüzdən bir yazılar yaza bilərsiniz və yaxud da hər hansı bir məqalədən istifadə edə bilərsiniz. Gəlin təsəvvür edək ki, biz bir məqalə yazırıq və tutaq ki, bu 5 söz bizim məqaləmizin başlığı olacaq. HTML-da məqalələrin başlıqları H1 təqinin içində yazılır. Bu header sözündən əmələ gəlib, başlıq deməkdir hələ. Yaddaşı salırıq, brauzerdə yoxlayırıq və görürük ki, bizim məqaləmizin başlığı istədiyimiz kimi yazıldı. H1 təqindən əlavə H1, H2, H6-ya kimi təqlər var və onların əsas fərqi ölçülərindədir. Misal üçün, gəlin məqaləmizin başlığını daha kiçik ölçülərdə yazaq. Bunun üçün H1 təqlərini dəyişirik, H2, H3 eləyirik. İndi bir də səhifəni yenilsək, görürük ki, bizim başlığımız müxtəlif ölçülərdə yazılıb. Amma bu təqləri bir-birindən fərqləndirən başqa bir cəhət də var. Bu da önəmliliyidir. Misal üçün, H1 təqi məsləhət görünür ki, bütün səhifədə bir dəfə istifadə olunsun. O da yalnız məqalənin başlığını vurğulamaq üçün, yəni səhifədəki ən önəmli bir cümləni. Daha kiçik başlıqlar digər H2, H3 təqlərinin içində yazıla bilər. Düzdür, CSS-də hər bir sözə, hər bir cümləyə istənilən ölçü vermək olur. Amma vacibdir ki, siz misal üçün H6 təqinin içində bir cümlə yazıb sonra onu ölçüsünü böyütməyəsiniz. Çünki axtarış sistemləri sizi səhifəni analiz edəndə bu söz, bu cümlə məhz H6 təqinin içində yazıldığı üçün onu önəmli bilməyəcəklər. H təqlərinin necə istifadə olunmalı olduğunu daha yaxşı anlamaq üçün belə bir şey eləyəcəm. Tutaq ki, bizim səhifəmizin başlığı maddə 152-dir, misal üçün. Və onun daha kiçik başlığı maddə 152.1-dir. Misal üçün, təkrarlaya bilərik ki, H3 təqini maddə 152.2-ni yazaq. Və təbii ki, biz əgər istəyiriksə ki, 152.2.1 nömrəli maddə yazıq, onu daha kiçik ölçüdə yazarıq. Bunun üçün biz H5 istifadə edirik. Yaddaşı salırıq, brauzerdə baxırıq. İndi isə keçək P təqinə. P təqi içindəki mətni yeni abzasdan yazır. Gördüyünüz kimi, yəni heç bir fərq yoxdur. Amma ki, biz misal üçün həmin bu mətni P təqindən kənarda yazsaq və bir də belə bir mətn əlavə eləsək, bu mətndən sonra onlar yan-bayan yazılacaq. Amma biz həmin mətni biz P təqinin içinə əlavə eləsək, sonra onu bir də təkrarlasaq, görürük ki, hər mətn ayrı bir sətirdən yazılıb. Yəni, bu mütləq lazımdır. Çalışın, HTML-da heç bir mətni təqsiz saxlamayın. Yəni, hər hansı bir təqin içinə atın. Yaxşı olardı ki, P təqinin içində atasınız, yəni əgər uzun mətndirsə. İndi isə sizə strong təqindən danışmaq istəyirəm. Strong təqinin mənası içindəki sözü qalın eləyir. Bundan əvvəlki videoda sizə B təqini göstərmişdim, o da qalın eləyir, amma indi fərqindən danışacağım sizə. Misal üçün, biz bu iki sözü strong təqinin içində yazırıq və bu iki sözü B təqinin içində. Yaddaşı salırıq, baxırıq, görürük ki, ikisi də eyni formadadır, heç bir fərqi də yoxdur. Bu iki təqin bir-birindən fərqi odur ki, B təqi sadəcə insanın gözü üçün həmin içindəki sözü qalın eləyir. Strong təqi isə nəinki qalın eləyir, hətta axtarış sistemlərinə deyir ki, bu içindəki söz vacib sözdür, yəni bunu da nəzərə alın. Əslində, mən sizə məsləhət görərdim strong təqini işlətəsiniz, çünki insanın gözü üçün onsuz da bunların heç bir fərqi yoxdur, amma axtarış sistemləri üçün bu çox önəmlidir. Eləcə də şrifti kursiv formasında yazan I və IM təqinin arasında fərq var. Gördüyünüz kimi bu iki söz, ikisi də kursiv formasında yazılıb, amma fərqi yenə də deyirəm, I təqi sadəcə olaraq insanın gözü üçün onu kursiv formasında yazır, amma IM təqi axtarış sistemlərində də deyir ki, bu kursiv formasında yazılıb. Yəni, axtarış sistemləri bizim səhifəni analiz eləsəydi, I təqinə önəm verməyəcəklər, amma IM və strong təqlərinə önəm verəcəklər. Eləcə də B təqinə fikir verməyəcəklər. Belə bir təq də var, adı U'dur, yazılan sözün altından xətt çəkir və gördüyünüz kimi xətt çəkildi altından və S təqi var. Ondan sonraki sözü misal üçün S təqinin içinə salsaq, görürük ki, həmin sözün üstündən xətt çəkir. Yəni, bu da yəqin ki, adresi lazım ola bilər sizə. Daha bir təq span təqindən sizə danışmaq istəyirəm. Span təqinin mənası yoxdur, yəni o heç bir iş görmür. Amma bu nə üçün lazımdır ki, misal üçün hər hansısa bir
sözü ya cümləni hər hansısa bir formaya salmaq üçün. Yəni misal üçün span tagin içinə salıb bu sözü gedib səhifədə baxsaq biz görürük ki, heç nə dəyişilmir. Amma misal üçün biz həmin bu span taginə ID və yaxud da class atributu versək, biz ona CSS-də istədiyimizi eləyə bilərik. Yeri gəlmişkən ID və class atributlarından da danışım. ID atributu identifikator sözündən əmələ gəlib, yəni ki, bu tagin bizim halda span taginin identifikatorudur. Yəni biz CSS-dən və yaxud da JavaScript-dən bu tag ilə əlaqə saxlamaq üçün ID-dən istifadə eləməliyik. Eləcə də class atributu, amma onun fərqi odur ki, bir neçə tagə məxsus ola bilər. Misal üçün biz yazsaq klassın adını qırmızı, eləcə də gedirik, misal üçün bu tagə class veririk, eyni klass, yəni qırmızı klassını veririk və gedirik CSS-də bunları qırmızı rəng veririk. Bunlar artıq ikisi də olacaq qırmızı rəngdə. Eyni ID atributunu da bir neçə tagdə yazmaq olar, amma yaxşı olardı ki, ID elə identifikator sözü kimi yalnız bir tagə məxsus olsun, yəni xüsusi olsun. Bizə indi ID lazım deyil, ona görə də silirik, heç class da lazım deyil. Biz heç bir dizayn verməyə çalışmayacağıq indi. Biz bu cümləni P taginin də içində yaza bilərdik, amma P taginin span tagindən fərqi odur ki, 2 dənə span yan-bayan yazılsa, eyni cümlədə yazılacaq. Amma 2 dənə P yan-bayan yazılsa, yeni abzaslardan yazılacaq. Bu da o deməkdir ki, P tagi blok elementidir. Span tagi isə yox. Yəni ki, biz span tagini P taginin içində yaza bilərik. Amma yaxşı olar ki, span taginin içində P tagini yazmayasınız. Çünki bu belə bir şey oxşur ki, bir korobkanın içinə sığışmayan bir şeyi əzib yığırsan bir tər. Yəni bu düzgün deyil əslində. P tagi, H tagləri və div tagi bunlar blok elementlərdir, amma em, strong, span bunlar blok elementlər deyil. Yəni istənilən blok elementin içində yazıla bilər. İndi gəlin belə bir şey eləyək. Bu iki span tagini silək. Maddə 152.2-ni də köçürək həmin o span taginin yerinə. Baxırıq, görürük ki, biraz məqaləyə oxşayan kimidir. Amma gəlin belə eləyək ki, bizim bu maddə 152 adlı başlıq ortada yazılsın. Yəni səhifənin qırağında yox, belə burada hardasa ortada yazılsın və bunun üçün bizdə align atributu var. Align atributu qlobal atributdur və align atributunun standart təyinatı leftdir. Və bunu biz bir dəqiqə yazıb yatırış salıb yoxlasaq görürük ki, heç bir şey dəyişmir. Çünki onsuz da bizim bu sözümüz sol tərəfdən yazılıb. Amma biz center yazsaq burada bizim həmin bu sözümüz gedəcək ortaya. Səhifəni yeniləyirik, görürük ki, bizim maddə 152 artıq ortadan yazılıb. Eləcə də right təyinatı var, o da bizim sözümüzü sağ tərəfdən yerləşdirir. Align atributunun daha bir təyinatı var, adı justify'dır. İndi onu nümunədə özünüz yaxşı anlaya biləcəksiniz. Yəni align-ı justify verəndə HTML çalışır ki, sözlərin arasındakı məsafələr elə olsun ki, sağdan da soldan da eyni formada görsənsin. Yəni biz P taginə align atributunu right versək, görürük ki, bizim yazdığımız mətn sağ tərəfdən yazılır, yəni sağ tərəfə qaçır və sol tərəf biraz pis görsənir. Amma justify isə çalışır ki, iki tərəfdən də yaxşı görsənsin, amma bu aralardakı sözlərin arasındakı məsafələri çoxalta bilər. İndi isə gəlin başlıqlarımıza align center verək ki, ortadan yazılsınlar və daha biraz səliqəli görsənsin. Bura kimi sizə nəsə aydın olmadısa və yaxud da hər hansı bir çətinlik çəkdinizsə, buyurun kommentlərdə müraciət edə bilərsiniz. Bugünlük isə bu qədər. Uğurlar sizə, hələlik.